Təkcə ailədə yox, hər yerdə səbr elə. Səbri şuarova çevir. Dinin mehvəridir. Qiyamətdə hamı gələndə deyəcək ki, göstər görüm səbrin nə qədədir. Belə deyə də bütün yaxşılıqları qurdalayırlar, içində nə qədər səbir var. Səbir qədər qiymət verirlər. İçində nə qədər dözüm var. Yaxşılıqları belə yarırlar, içindən nə qədər səbir çıxdı, o qədər qiymət verirlər. Əli əleyhissalam nə deyir? Deyir ki, gözümdə tikan boğazımda sümük olan adam kimi idim. Həzrəti Əli belə deyir. İndi gəlirəm sözün lap məğzinə. Bax, bunu bir dənə xahiş edirəm ki, diqqət eləyin. Vaxtımız da azalır. Sözümü də bununla da yekunlaşdıraram. Allah buyurur ki, İnnəllaha yuhibbus sabirin. Allah səbr edənləri sevir. Yəni nə? Yəni qiyamətdə ki deyir, get cənnətə, yaxşı səbr elədin, mənası budur ki, get cənnətə, səni sevirəm. İnnəllaha yuhibbus sabirin. Allah səbr edənləri sevir. Get cənnətə, səbr elədin, yəni sevirəm səni, get cənnətə. Çox istəyirəm səni. Bilirəm çətin idi sənin üçün. Mən sənin üçün çətinlik istəməzdim. Həyat çətin idi. Bunu başa düşün. Bunu başa düşün. Nədir məsələ? Allah istəmir də biz çətinlik çəkəklə. Sual yaranır ki, istəmir eləməsin də. Məsələ burasındadır ki, bunu çox adam başa düşmür. Məsələ burasındadır ki, cənnət elə bir yerdir ki, çətinlikdən keçmədən ora daxil olmaq istedadı səndə olmur. Yoxsa Allah razı deyil, sən bir saniyə əziyyət çəkəsən. Allahın əlində deyil, xeyr Allahın əlində deyil. Sən zaten belə varlıqsan ki, dünya adlı çətinlik, belə deyim, məkanı, yurdundan keçmədən ora girmək istedadı səndə yaranmır. Səni cənnətdə yarada bilməzdi. Allahın gücü çatmır, xeyr, sənin qabiliyyətin yoxdur. Məsələn, bir dərziyə deyəsən ki, gəl bu daşdan mənə paltar tik. Deyək, mən bacarmıram. Deyəcəksən, dərzinin qabiliyyəti yoxdur. Deyəcəksən, daşın paltar olmaq qabiliyyəti yoxdur. Sənin cənnətə getmək qabiliyyətin yoxdur deyə sən çətinlik yurduna gəlmisən və Allah bu çətinliyə qətiyyən razı deyil. Naçardır səni burada yaradıb. Naçardır, başqa yol yoxdur. Qayda belədir. Bu zati qaydadır, sonradan düzəlmə qayda deyil.